Ermənistan sülh istəyir, amma konstitusiyasını dəyişməyə tələsmir. Halbuki bu konstitusiyada nə az nə çox Azərbaycanın və Türkiyənin ərazilərinə iddialar var. Rəsmi Bakı xəbərdarlıq edib, ya sənədlər dəyişəcək, ya da sülh müqaviləsi olmayacaq. Bəs İrəvan hansı oyunu oynayır? Ermənistanın baş naziri Nikol Paşinyanın iddiaları tamamilə əsassızdır. Paşinyan bu iddialarla bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Bu sözləri Reala açıqlamasında millət vəkili Kamal Cəfərov dedi. Onun iddia etdiyi kimi Konstitusiya Məhkəməsinin sentyabrda verilən qərarıyla artıq Azərbaycanın ərazi bütövlüyünə olan hüquqi iddiaların aradan qaldırılması iddiası tamamilə əsassızdır. Əksinə öz işlərini daha da qəlizləşdiriblər. Bu məsələdə daha da hüquqi bir təxribat yaradıblar. Bildiyiniz kimi Ermənistan Konstitusiyasının cari versiyasında, preambula hissəsində orada 1990-cı il 23 avqust tarixli müstəqillik haqqında bəyannaməyə istinad var. Həmin bəyannamədə isə nəinki Azərbaycanın ərazisinə iddia var, həm də onlar Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul edilmiş formada təsbit olunubdur. Konstitusiya Məhkəməsinin qərarı ilə və əksinə onlar preambulanı ləğv etmək və ya dəyişmək əvəzinə preambulanı doktrinal müdaxilə edərək qanuna zidd olaraq dəyişilməz maddə, dəyişilməz hissi olaraq elan ediblər. Bilirsiniz, Ermənistan Konstitusiyasında və bir çox konstitusiyalarda orada hansı maddələrin dəyişilməz olduğu, yalnız referendumdan dəyişilə biləcəyi bir müddəalar olur. Preambula isə Ermənistan Konstitusiyasında dəyişilməz müddəa deyildi. Ancaq yeni qərarla bunu dəyişilməz etdilər. Kamal Cəfərov onu da qeyd etdi ki, Ermənistanın niyyətinin sülh olmadığını göstərən digər bir sübut isə həmin qərarda Robert Köçəryanla bağlı 1998-ci ildə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara olan istisnadır. İstisna isə ondan ibarətdir ki, bilirsiniz, 1998-ci ildə Köçəryan o zaman Qarabağda doğulmuşdu və prezident olmaq üçün 10 il Ermənistan ərazisində yaşamaq tələbi var idi. Və onun faktiki olaraq bu tələbə uyğun gəlmədiyi üçün həmin dövrdə Konstitusiya Məhkəməsi həmin yeni bir qərar qəbul etdi və Qarabağı Ermənistanın hüquqi mühiti kimi tanıdı. Yəni faktiki olaraq elan etdilər ki, Qarabağ Ermənistanın tərkib hissəsidir. Ancaq yeni qərarda və bir halda ki, onların niyyətləri sülhdürsə və prosesə daha yaxınlaşmaqdırsa, onlar Konstitusiya Məhkəməsinin yeni qərarında, sentyabrda 2024-cü qərarda Köçəryanla bağlı olan qərara istisna edirlər. Yəni deyirlər, bu qərarın ona aidiyyatı yoxdur və yəni o qərarın qüvvədən salan bilən heç bir başqa müddəalar da öz əksini tapmayıb. Və bütün bunlar göstərir ki, Ermənistan hakimiyyəti, siyasi rəhbərliyi, bax bu yeni qərarla özlərini daha da bir dalına çəkiblər və görsənir ki, bu planlaşdırılmış bir hüquqi təxribatdır. Yəni burada başqa bir məqam tapmaq mümkün deyil. Ermənistan baş nazirinin bu problemlərin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi bu ölkənin dayanıqlı sülhdən maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.